Dostlar salam. Həyatımızın ən mənasız və gərəksiz vloqlarından birini çəkirik yalan-sırda. Bilmirəm niyə belə bir şey var. Gəlmişik Bakı avtomobilə. Bunun vəziyyəti budur yəni. Burada qəşəng retro maşınlar var. BMW. 230 Salonda ilə belədir. 220 ilə. Amma ki mən sizə durub burada bütün maşınları göstərməyəcəm yəni. Vlogumuzda Qədir də var. Nə demək istəyirsən? Oy oğlan, vəhşidir o. İdman edir. Bunu da patlayır o. El vuranda patlayır. Bu arada oldum kəm. Belə görsən. belə qəşəng maşınlar da var. Belə bir şey var. Ya bu. O mənə çatmadı. Bu şeylər çox da köhnə deyil də yəni. Nə qədər qəşəng olsa da. Favori maşınım dostlar, Dabla. Rolls Royce. Haydi düşün be. Bir dənə də BMW maraqlı. İkisi də karbon fiber. Yenə karbon fiber işləməlidir bu. Audi. Çox komfortlu görünür. Vlogumuza Xızırla yatıldı. Qaqa best modeldir. Sən Erqan harasa getdi. Orada mənə gör, hə qızı. Gözüm mənə sataşdı. Gülmək tutur. Bu nə yaşına modeldir. Mahnıdan bezdim. A few moments later. Xızır məni soxub arxaya, backstage'ə də. Oturmuşam, bilmirəm prosta nəyə gözləyirəm, kimi gözləyirəm, niyə buradayam. Buradakı belə bir yerdir. Modellər zadlar olmalıdır burada. Dünən təhlükəli an yaşayıb ondan danışır. Ses de eşidilmir. Sen o yan bir yana qaçsan da var. Birinci yerə özünəm qaqa. Birinci yerə. qəliblərdə. Dostlar indi edit eləyirdim. Gördüm ki videonun bitirişi yoxdur. Artıq o qədər gec olub ki sağollaşmamışıq da. Dedim sağollaşmanı buradan edeyim. Sağ olun, növbəti vloqları gözləyin.